bitib hər şey. Dedi, bacı, əsirli paltarı giyindir qızlara. Bu məqamda İmam Səccad çıxdı xeymədən. Əsasına söykənib, xəstə daxil. Qılıncı yerlə sürünə. Dedi, qəriblik fəryadıva qurban olmatan, mən varam, mən qalmışam. Deyir, xanım Zeynəbə dedi ki, qaytar bu uşağı çadırlara. Buna da bir şey olsa Peyğəmbər soyu kəsildi, nəsli kəsildi. Ona görə deyir, həmişə İmam Səccadın üstünə özünü atıb qoruyurdu xanım Zeynəb. Birdən səs gəldi, ya Zeynəb, ya Ümmə Kulsum, ya Sükeyna, aleykunnə minnəssalam. Ay Zeynəb, ay Ümmü Gülsüm, ay Səkinə, salamat qalın, mən də gedirəm. Bu Hüseynin səsidir. Axırıncı qurban gedir meydana. Da yoxdur onu qoruyan, desin ki, ağa sən deyən mən gedim. Ona görə özü gedir. Deyir, hamısı birdən qadınlar çıxdı xeymədən. Biri deyir, vay atamız gedir, biri deyir, vay qardaşım gedir. Hamısı deyir, dövrəyə alıb, danışmıram. Vallahi da dözümüm yoxdur mən. Çıxdı onların əlindən, buraxmırdılar, çıxdı, getdi. Bircə bunu deyim ki, 3 yaşlı qız gəldi, atın ayaqlarını qucaqladı. Dedi, düş atdan yerə sənə sözüm var. Dedi, qızım, nə sözüm var? Dedi, apar bizi Mədinəyə. Heç xoşum gəlmədi bu söz. Gəldi, meydana tək qalır. Döyüşdü, gücdən düşdü, zəifliyib. Yazır ki, və nəzərəl Hüseyin yəminən və şimala. Hüseyin baxdı sağa, bir sola baxdı, bəlkə bir adam var ətrafda. Gördü, heç kəs yoxdur. Gördü, şəhid cənazələrdir. Bu yerdəydi, çağırdı, ay şəhidlər, ay Zuheyr, qalx ayağa. Görmürsən, mən tək qalmışam. Ondan sonra deyir, belə dedi, bax, axır dəqiqələrini deyim sizə. Fəqal, Allahümmə innəkə tərə mə yəsnəu bi vələdi nəbiyyik. Deyir, ilahi, görürsən Peyğəmbərin oğlu ilə necə davranırlar? Görürsən, neynirlər? Susuz dodaqların göstərir Allah. İlahi, görürsən, susuz dodaqlarla məni öldürürlər. Görürsən, bunlar neynirlər? Deyir, yenə də istədir, ilahi, görürsən, deyir, bunu deyəndə ox atdılar, sancıldı ürəyinə. Sözü yarımçıq qaldı boğazında. Sözü yarımçıq qaldı. Deyir, zəif səsinə dedi, Bismillah və billah və alə milləti Rəsulullah. Qanım hədiyə olsun Peyğəmbər ümməti. Burada bütün böyüklərdən, imam zamandan üzr istəyirəm. Deyir, gördülər, şimir gəldi, çəkməli ayaqlarını qoydu Peyğəmbər öpən sinəyə. Qoydu sinəsinə. Day demirəm, üzün çevirdi torpağa. Yeganə şəhiddir ki, başı bədəndən ayrılanda canı da bədənindəydi. Zeynəb baxır, görür ki, başını bədənindən ayırdı. Düşmən nida elədi, Allahu Əkbər. Ya Rəsulallah, gəl Kərbəlaya. Oğlumun başını kəsib təkbir qışqırırlar. İmam Sadiq deyir ki, Peyğəmbər oradaydı. Bütün Peyğəmbərlər, Əli, Fatimə, Həsən, Zeynəb də tək baxır təllinin üstündə. Zeynəb nalə elədi bu yerdə. Nalə elədi. Deyir ki, gördüm, xanım Zeynəb deyir, bir səs gəlir qulağıma. Mən deyir, qardaş vay deyə, o da deyir elə balam vay. Deyir, mən fikirləşdim ki, bu mənim anam Zəhranın səsidir. Ondan sonra deyir, bir dəfə yuxuda anamı görəndə, dedim, neçə dəfə sənə bənzər səs eşitdim. Dedi, qızım, mənə bənzər deyildi. Mən gəlmişdim Kərbəlaya. Bir neçə yerdə gəlmişdim. Bir də sənin qardaşın başı bədənindən ayrılanda. Əlalənə.